Bugün parta arxasında oturan jurnalistika fakültəsində təhsil alan bir gəncə öyrədilir ki, jurnalistika dördüncü hakimiyyətdir. Yəni onun cəmiyyət üzərində böyük bir təsir edici qüvvəsi var. Bəs siz bugün o təsiri necə qiymətləndirirsiniz? Yəni jurnalistikamız, bugünkü jurnalistikamız o dördüncü hakimiyyət rolunu uğurla yerinə yetirə bilər, ümumiyyətlə daşıya bilər o yükü? Mən bu məsələ ilə bağlı çox danışmaq istəməzdim. Amma diqqətli bir məsələyə yönəltmək istəyirəm. Yəni mətbuat dördüncü hakimiyyət deyilib, həmişə mətbuat vacib bir cəmiyyətin vacib bir sahəsi kimi həmişə qiymətləndirilib. Amma siz fikir verirsiniz, Amerika Birləşmiş Ştatlarında Trump'ın hakimiyyətə gəlməsindən sonra hansı proseslər gedir? Amerikanı biz illər uzunu demokratiyanın beşiği, nə bilim demokratiyanın carçısı falan saydıq. Demokratiyanın əsas elementlərindən biri də mətbuatdır, azad mətbuatdır, söz azadlığıdır. Amma bugün Trump həmin Ağ Evdə jurnalistləri yığır, hansısa sual xoşuna gəlməyəndə onu təhqir eləyir, onun qəzetinin fake-lə məşğul olmağı barədə bütün dünyaya elan edir. Yəni, bu nəyi göstərir? Mən belə başa düşürəm ki, artıq dünyada o mətbuatın biz əvvəl dediyimiz funksiyasının özü dəyişir. O roldan düşüb artıq. O artıq o əvvəlki rolu yoxdur. Çünki deyək ki, əgər Amerika Birləşmiş Ştatları kimi bir dövlətin hansı ki özünü demokratiyanın carçısı hesab eləyir, bu gün mətbuata belə münasibət bəsləyir oranın rəhbəri. Belə münasibət bəsləyirsə, onda başqa ölkələrdən nə gözləyir?